Qurban bayramımız mübarək olsun. Allah dünyamızı, axirətimizi abad eləsin inşallah. İlahi, əllərimizi naumid qaytarma. Amin deyən dilləri lal öldürmə. İlahi, bağışlamamış bizi bu dünyadan aparma. Şəri olan hacətlərimizi rəva elə. Bu namaza cəm olan, dünyanın hər yerində ibadət edən möminlərin dua ibadətlərini qəbul elə. İlahi, aqibətimizi xətmə bi xeyr elə. İlahi, gələn günlərimizi keçən günlərimizdən xeyir elə. İlahi, verdiyin neymətləri əlimizdən alma. Doğma Azərbaycanımızı, vətənimizi ağla gələn, gəlməyən bəlalardan hifz elə. Azərbaycanımızın bayrağını dünyanın hər yerində uca elə. Torpaqlarımızı işğaldan azad eləmək üçün torpağımızın hər qarşı uğrunda qan verən, can verən şəhidlərimizin müqəddəs ruhun bizə duaçı qərar ver. Onların müqəddəs ruhu qarşısında qiyamət günü bizi xəcalətdə eləmə. Bizi şəhidlərimizdən, onları da şəhidlər sərvərindən, Seyyid-i Şühədadan ayrı salma. Yaralı əskərlərimiz, qazilərimiz hələ də var, müalicə olunurlar. Sənə and verirəm, öz izzəti və onlara tezliklə şəfa mərhəmət elə. Ordumuzun gücün, qüdrətin günü gündən daha artıq elə. Əskərlərimizi, zabitlərimizi, ordumuzu düşmən gülləsindən, namərd gülləsindən hifz elə. Dövlətimizi, xalqımızı günü gündən daha da firavan elə. İmam Zaman ağanın mübarək olan qəlbimizdən razı elə. Ağamızın zuhurunu tez elə.